Koç bürcləri üçün deyim, bu həftə enerjiniz yüksək olacaq. Uğur sizinlədir. İtirdiyiniz, neçə vaxt axtardığınız, tapa bilmədiyiniz nəyisə tapacaqsınız. Buğalar üçün deyim, sakit və məhsuldar bir gün, həftə sizi gözləyir. Əkizlər, bu həftə yaxşı ünsiyyət quracaqsınız və insanlar sizin fərqinizdə olacaq. Gözəl gündür, gözəl həftədir. Addım atmağınıza dəyər. Xərçəklər üçün deyim, maddi mövzular gündəmdə olacaq. Bu həftə sizin üçün ruzili, bərəkətli həftədir. İnşallah hər həftə sizin üçün ruzili, bərəkətli olar. Şirlər üçün deyim, bu həftə, həftənin ulduzu sizsiniz. Həftə sizindir. Vacib görüşləriniz olacaq. Maddi, mənəvi iş görüşmələri sizi gözləyir bu həftə. Qız bürcləri üçün deyim, bu həftə sizin istirahətə ehtiyacınız var və bu həftə sizin üçün biraz narahatçılıq ola bilər. İstirahətinizi eləyin. Tərəzi bürcləri üçün deyim, bu həftə dostlarınızdan, ətrafınızdan yaxşı xəbərlər eşidəcəksiniz. Qulağınız səsdə olsun. Yeni layihələr sizi gözləyir. Uğur da sizinlədir. Əqrəblər üçün deyim, iş məsələlərimiz, şəxsi məsələlər bu həftə önə çıxacaq. Ehtiyatlı olun, biraz narahat olacaqsınız. Ox atanlar üçün deyim, təhsillə bağlı və səyahətlə bağlı yeni xəbərlər eşidəcəksiniz və təkliflər gələcək sizə. Bu da sizin üçün çox gözəldir. Oğlaqlar üçün deyim, biraz borclarınız ola bilər və keçmişdə olan borclar da sizi narahat edə bilər. Amma bircə onu bilin ki, pis günün ömrü az olar, hər şey yaxşı olacaq və Allahın ətəyindən yapışır. Dolçalar haqqında deyim, dolçalar bu həftə həyatında mühüm hadisələr baş verə bilər və bu yaxşıya doğru da gedə bilər, pisə doğru da gedə bilər. Amma bu sizin özünüzdən asılıdır. Siz özünüz istəsəz, hər şey yaxşı ola bilər. Balıqlar üçün deyim, gündəlik işlər sizi o qədər yorur ki, bu həftə biraz sağlamlığınıza ziyan vura bilər və sağlamlığınızı düşünün, həkimə gedin, biraz da özünüzə baxın, narahatsınız. Əgər sağlam olsanız, əgər boş şeyləri fikirləşməsəz, hər şeyin ötəsindən gələ biləcəksiniz bu həftə. Səbirli olun.